Görəsən məmurlar vətəndaşların, nazirlərin qəbuluna düşməsinin qarşısını niyə alırlar? Nədən qorxurlar? Əcaba işlərini şəffaf şəkildə yerinə yetirə bilmədiklərindən ola bilərmi? Problemi olan vətəndaş da ümidlə qeydiyyatdan keçib görüş gününü gözləyir ki, problemi həll olunacaq. Gözləməyə dəyərmi sizcə? Goranboy sakini 35 ilin müəllimi olan Əliyeva Aybəniz anlayır ki, artıq gözləməyə dəyməz. Müəllimənin müraciətini olduğu kimi təqdim edirik. Bu arada səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Mən Goranboy rayonu Turab Məmmədov adına Hazrəhmədli Tam Orta Məktəbin keçmiş az dili ədəbiyyat müəllimi Əliyeva Aybəniz Azərbaycanın Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə müraciət edirəm. Cənab Emin Əmrullayev, mən neçə aydır sizin bölgələrdə keçirdiyiniz vətəndaş qəbuluna qeydiyyatdan keçirəm. Amma bir mənalı şəkildə mənim sizin qəbula düşmək üçün qarşıma yerli məmurlar sədd çəkirlər. Ona görə də birbaşa sosial şəbəkə vasitəsilə mən sizə müraciət edirəm. 35 ilin ziyalısı kimi. Cənab Emin Əmrullayev, aprel ayının 14-də mən agentliyin direktor müavini Arslan Hacıyevin qəbulunda oldum və rəsmi şəkildə ərizəmin hələ də cavabını gözləyirəm və qəbulumun nəticəsinin cavabını gözləyirəm. Amma nəticəsini ala bilmirəm. Sonra agentliyin direktoru cənab Eşqi Bağırovun aprel ayının 29-da qəbulunda oldum və rəsmi ərizəmlə müraciət etdim. 20 gündür hələ də cavab ala bilmirəm. Cənab Emin Əmrullayev, mən bir təhsil naziri kimi sizinlə şəxsən görüşmək istəyirəm və sözümü sizə demək istəyirəm. İndi yenə də mən sizin qarşıdakı günlərdə keçirəcəyiniz vətəndaş qəbulu üçün qeydiyyatdan keçmişəm. Bir mənalı şəkildə gəlirəm sizin keçirəcəyiniz həmin şəhərə. Sizdən bir təhsil naziri kimi, 35 ilin ziyalısı kimi xahiş edirəm ki, yerli məmurlara tapşırıq verəsiniz ki, mənim sizin qəbulunuza düşmək üçün əngəllər törətməsinlər. Cənab nazir, mən sizlə görüşüb sözümü demək istəyirəm. Sizdən xahişim budur, 35 ilin ziyalısı kimi. Dinlədiyinizə görə təşəkkür edirəm.